Deməli, biz bu gün termodinamikanın əsaslarından danışacağıq. Birinci termodinamikaya başlayanda biz istilik vermə hadisəsindən danışmalıyıq. İstilik vermə nədir? İstilik vermə iş görülmədən enerjinin bir cisimdən digər cismə verilməsidir. Yəni bu istilik vermə dedikdə iş prosesi baş vermir da, belə deyək. İş görülmür və sadəcə bir cisimdən başqa bir cismə enerji ötürülür. İstilik vermənin əsas 3 növü var. Birincisi istilik keçirmə, ikincisi konveksiya, üçüncüsü şüalanma. Deməli, istər istilik keçirmə olsun, istəyir konveksiya olsun, istəyir şüalanma olsun, fərqi yoxdur. Bunların hər üçündə istilik vermə prosesi baş verir. Amma fərqləri nədən ibarətdir? İstilik keçirmədə, bax adından bəllidir. İstilik keçir. Bir cisimdən başqa bir cismə istilik keçir. İstilik vermə bu növündə enerji bir cisimdən başqa bir cismə toxunma hesabına keçir. Məsələn, tutalım ki, çay qaşığı atmışam çayın içinə. Bir müddətdən sonra qaşığı çıxardan nə olur? Qaşıq isti olur. Niyə? Çünki çay qaşıqla təmasda olduğuna görə öz istiliyini qaşığa keçirdi. Yəni burada istilik vermənin istilik keçirmə növündən istifadə olunur. Ya da məsələn soyuq dəmirlə isti dəmiri tutalım ki, biz birləşdirdik. Bir müddətdən sonra soyuq dəmirin də biraz isindiyini, ilıqlaşdığını görəcəyik. Bunun da səbəbi yenə isti dəmirdən soyuq dəmirə istiliyin keçməsidir. Yəni istilik keçirmə necə baş verir? Toxunaraq bu şəkildə baş verir. Konveksiya nədir? Konveksiya isə belə deyək də, maye və qaz axını vasitəsilə enerjinin ötürülməsidir. Konveksiyada ümumiyyətlə maddə daşınır. Məsələn deyirəm, tutalım ki, evimizdə odun peçi yanır, düzdürmü? Sən əlini odun peçinə toxundursam heç, əlimi toxundursam və odun peçi əlimi yandırsa, bu istilik keçirmə olur ki, odun peçindən əlimə istilik keçirir. Amma əlimi odun peçinin üzərində saxlayıram, əlimi odun peçinə toxundurmuram, üstündə saxlayıram, yenə də əlimə istilik gəlir. Bunun səbəbi nədir? Bunun səbəbi təbii ki, konveksiya hadisəsidir. Yəni istilik vermə bu şəkildə baş verir. Maye və ya qaz axını ilə. Yəni bu odun peçinin ətrafındakı hava da başlayır isinməyə. Niyə? Oradakı çünki molekullar artıq hərəkətə keçir. Qaz axını vasitəsilə istilik bizim əlimizə gəlir. Yəni peçə toxunmasaq belə artıq orada istilik hiss edə bilirik ki, bu da konveksiya hadisəsidir. Və yaxud da evlərdə olan atapenlərdə də suyun dövran eləməsi ilə istiliyin yaranması və s. də konveksiya hadisəsinə misal ola bilər. Konveksiyanın digər istilik vermə növlərindən fərqi onda maddə daşınmasının olmasıdır. Çünki konveksiyada yenə deyirəm, maye və ya qaz axını baş verir axı, yəni maddə daşınır da. Amma istilik keçirmədə, şüalanmada heç birində maddə daşınmır. Onu yadımızda saxlayaq. Konveksiyada maddə daşınması hadisəsi baş verir. Bir də üçüncüsü var şüalanma. Şüalanma da təbii ki, enerjinin bir cisimdən başqa bir cisimə enerji şüa vasitəsilə gəlməsidir. Məsələn, tutalım ki, günəşin üzümüzü tutanda günəş üzümüzü qızdırır. Bu təbii ki, günəşdən gələn şüalar hesabına istilik vermədir. Yəni bizim istilənməyimiz günəşin şüaları hesabınadır. Şüalanmanın bir sıra fərqli xüsusiyyətləri var ki, şüalanma bütün mühitlərdə yayıla bilir. Yəni bərkdir, mayedir, qazlı, vakuumda hamısında yayıla bilir. Çünki fikir verirsinizsə, yəni əlbəttə ki, günəşdən bizə şüa gəlib çata bilirsə, təbii ki, şüalanma bütün mühitlərdə yayılır. Çox böyük sürətlə yayılır. Yəni fikir verin, günəşdən bizə gəlir də, düşünün. Yəni şüalanmanın nə qədər böyük olduğunu, çox böyük sürətlə yayılır. Bunlar yalnız və yalnız şüalanmanın xarakteristikasıdır. Onu da deyək. Daha sonra nə deyə bilərik? Şüalanma belə deyək də, tam vakuumda da baş verə bilir. Temperaturdan və belə deyək, şüalanmanın xarakteri də cismin temperaturundan və rəngindən asılıdır. Məsələn, deyirlər yayda qara rəng geyinmə çünki istilik çəkir, yəni o şüaları daha tez qəbul edir, qara rəng və ağ rəng dəf edir və s. Bu şəkildə də şüalanmanın xarakteristikasını deyə bilərik. Bunlar olur istilik vermənin növü. İndi bizdə bunlardan başqa nə var? Daxili enerji anlayışı var. Daxili enerji nədir? Gəl qısa belə düşünək ki, biz fizikada demişdik ki, enerji itmir, yalnız bir haldan başqa bir hala çevrilir, düzdürmü? Tutalım ki, mən yuxarıdan hündürlükdən bir cismi yerə atıram. Cisim gəlir, düşür yerə. İlk baxışdan belə görünür. Ay müəllim, cismin hündürlükdən atdığıma görə onun potensial enerjisi var. Cisim yerə gələnə qədər sürətlə gəldiyindən onun kinetik enerjisi var. Amma cisim yerə dəyib dayanır. Yəni onun enerjisi itdi də. Bu potensialla kinetik bəs hara getdi? Uşaqlar, əslində orada enerji itmir. O enerji çevrilir cismin daxili enerjisinə. Bəs daxili enerji nədir? Daxili enerji cismin yox, cismi təşkil edən molekulların
hərəkət və qarşılıqlı təsir enerjisi. Yəni biri var ki, cismin enerjisi, biri də var ki, cismin içindəki o molekullar var. Çünki biz MKN-dən bilirik ki, molekullar daim xaotik və nizamsız hərəkətdədir. O molekulların enerjisi daxili enerjisi, adından da məlumdur, daxildə olan, yəni molekullarda olan enerjidir. Deməli, cismin enerjisi var, bir də molekulların enerjisi var. Daxili enerjiləri molekulların enerjisi. Daxili enerji, deməli, U hərfi ilə işarə olunur. U hərfi ilə işarə olunur. Adi bildiyimiz mexaniki enerji kimi daxili enerji də kinetik enerji ilə potensial enerjinin cəminə bərabərdir. Sadəcə burada fərq ondan ibarətdir ki, buradakı kinetik enerji və potensial enerji, lap belə bütöv götürək, molekulun enerjisidir. Molekulun enerjiləri. Yəni, burada bunlar artıq molekulundur. Amma mexaniki enerji nə idi uşaqlar? Mexaniki enerjidə əslində nə idi? Yəni tam enerji deyir deyə. Mexaniki enerjidə əslində cismin kinetik və potensial enerjisinin cəmi. Daim müəllim, bəs mən bunları necə fərqləndirəcəm? Bu molekulun enerjisi deyil. Cismin öz enerjisidir. Cismin enerjisi. Cismin enerjiləri. Baxın belə, mexaniki enerji cismin kinetik və potensial enerjisidir. Mən məsələn deyirəm, sən cismin kinetik enerjisini tapmaq istəyirsən, cismin sürətini kütləyə vurmalısan. Amma daxili enerji üçün kinetik enerjiyi tapırsansa, onda molekulun kütləsini molekulun sürətinə vurmalısan. Onsuz da biz MKN-də, termodinamikada molekullardan danışırıq da ancaq. İndi burada tam enerji nəyə bərabər olacaq? Cismin malik olduğu tam enerji, təbii ki, cismin öz enerjisi, yəni mexaniki enerji, üstə gələk cismi təşkil edən molekulların enerjisinin cəminə bərabər olacaq. Yəni, daxili enerjinin cəminə bərabər olacaq. Bu da olur bizim, deməli, bir düsturumuz. Belə, indi daxili enerji mənim tutalım ki, falan qədər var, o qədər var. Bəs mən bunu necə dəyişə bilərəm? Daxili enerjini iki cür dəyişə bilərəm. Ya istilik verməliyəm kənardan, ya da ki, hər hansı bir mexaniki bir iş görməliyəm ki, mənim daxili enerjim dəyişsin. İndi, belə deyək də, burada əgər sənin cismin üzərində xarici qüvvələr iş görürsə, cismin daxili enerjisi artır, sistemin özü iş görəndə daxili enerjim azalır. Daha sonra bundan başqa deyə bilərəm ki, sistemin istilik alınanda, yəni sistem soyudulanda daxili enerji azalır, amma sistemə istilik verəndə, yəni istilik alanda daxili enerjisi artır. Bunlar da olur daxili enerjinin əsas xüsusiyyətləri. Daxili enerji də təbii ki, özü bir enerjidir, yəni söz yox, bu təbii ki, özü bir enerjidir. Onun da əlbəttə ki, vahidi bir joule qəbul ediləcək. Bu da sözsüz təbii ki, bu şəkildə olmalıdır. İndi biz bundan sonra danışa bilərik nədən? Bir atomlu qazdan. Bir atomlu qaz nədir? Yəni burada indi bir atomlu qazda deməli biz nə dedik? Molekullardan söhbət getmir bir atomlu qazda. Ayrı-ayrı elə bil ki, atomlardan danışırsa. Ayrı-ayrı atomların enerjisinə ayrı-ayrı atomlardan ibarət qazdan danışırıq. Belə deyək, ümumi molekul kimi baxmırsan. İndi tutaq ki, mən bir atomlu qazın daxili enerjisini tapmaq istəyirəm. Bunun üçün nə etməliyəm? Daxili enerjini tapmaq üçün molekulların sayın kinetik enerjiyə vurmalıyam. Bunu əvvəl tam enerjini tapmaq üçün də keçmişdi. Elə molekulun tam enerjisi daxili enerji olur da. Bunu deməli tapmaq üçün mən nə etməliyəm? Yadınızdadsa əvvəl demişdik. N bölək N Avogadro bərabər idi M bölək M-ə. Yəni bu da nüyə bərabər idi. İndi buradan mən N-i tapanda N bərabər olur M vuraq N Avogadro bölək M. Bunu yazaq yerinə. Yəni burada nəzərə alıram ki, M bölək M vuraq N Avogadro vuraq. Kinetik enerjinin yerinə nə yazıram? 2-də 3 kT. Artıq bu düsturu bilirik də əvvəlki dərslərimizdən. 2-də 3 kT. Və salam, burada bir dənə bərabər qoyaq, gəlin sərgələk salaq. 2-də 3-ü gətirirəm qabağa. M bölək M öz yerində. N Avogadro ilə K-nı yan-yana yazıram. T də qalır öz yerində. İndi burada 2-də 3 ilə yenə işim yoxdur. M bölək M molyar kütlədir də. Ona görə yerinə nü yazıram. N Avogadro vuraq K-da demişdik ki, bu iki sabiti vuranda universal qaz sabitini verir. Vuraq R, vuraq T də öz yerində. Onda deməli, daxili enerji nəyə bərabər olacaq? Daxili enerji bərabərdir 2-də 3 nü R-T. Bu da olur bizim daxili enerjinin, yəni molekulun daxili enerjisini və yaxud da tam enerji də deyə bilərik, tam enerjinin düsturu. Bu şəkildə. Burada məsələn dəyişmə də soruşa bilər bizdən. Dəyişmə də soruşsa T-nin yerinə delta T yazırsa da temperaturun nə qədər dəyişməsindən asılıdır. İndi burada bir sözlə deyim ki, nü-RT-nin yerində PV də yaza bilərik. Yəni U bərabərdir
2-də 3 PV. Bax bu şəkildə, çünki əvvəlki dərsimizdə biz PV bərabər nÜRT ifadəsini yazmışdıq axı, Mendeleyev-Klapeyron tənliyinə görə. Yəni burada nÜRT yazdığımıza görə bunun yerinə PV-ni də nəzərə ala bilərik. Yəni bu iki ifadə bizim üçün olur daxili enerjinin ifadələri. Bunları yəni əzbər bilməliyik ki, məsələlərimizi rahat bir şəkildə həll edə bilək. Bu belə. Daha sonra burada gəlin biz məsələyə baxaq. Məsələn, tutalım ki, bir dənə qeyd kimi yazaq bunu. Məsələn, deyirəm ki, T bərabərdir konstant halına baxıram. T bərabərdir konstant. Bu hala biz nə demişdik? Bu hala biz demişdik izotermik proses. Tutalım ki, izotermik prosesə baxıram. İndi bir dənə məsələmizə baxaq. Düsturumuza baxaq. Düsturuna bax. Delta U bərabərdir nəyə? 2-də 3 nÜRT. Uşaqlar, burada 2-də 3 sabit kəmiyyətdir, düzdür? Nü də 1 mol üçün götürəndə sabitdir. R də universal qaz sabitidir da. Bir dənə T qalır. O T də sabit olanda delta U təbii ki, sıfıra gedəcək da, düzdür? Yəni burada delta yazmayaq da, deltasız yazaq, U-dan söhbət gedir. U da təbii ki, nə olmalıdır? Bax, 2-də 3 sabitdir. Nü sabit, R sabit, izotermik prosesə T də sabit. Burada heç bir dəyişmə də. Ona görə bu U başlı başına dəyişənməz. Onda belə çıxır ki, əgər sən izotermik prosesdən danışırsansa, onda elə daxili enerji də sabit olacaq və daxili enerjinin dəyişməsini istəsə, yəni U1 çıxar U2, onu 0 qəbul eləyəcəyik. Əgər bizdən qrafikdə istəsə, qrafikimizdə çəksək, yəni delta U-nun nədən asılılığını soruşursa soruşsun, fərqi yoxdur. Ümumiyyətlə enerjinin də P-dən, V-dən, nə bilim, nəsə hər şeydən asılığı nə götürəcəyik? Sabit götürəcəyik. Niyə? Çünki temperatur sabit, 2-də 3 sabit, nür sabit, R sabit. Burada U necə dəyişə bilər? Yəni, hamısı sabit olan sonra U dəyişə bilməz. Ona görə də bu şəkildə bunu yadımıza saxlayaq ki, izotermik prosesdə daxili enerji sabit qalır. Həmçinin 2-də 3 KT-dən də bilirəm ki, izotermik prosesdə elə kinetik enerji də sabit qalır. İndi danışaq termodinamikada işdən. Termodinamikada iş nədir? Gəlin ona bir dənə nəzər yetirək. Ümumiyyətlə mən bilirəm ki, hələ mexanika dərs bölməsindən bilirəm ki, iş nə idi? İş qüvvə ilə yer dəyişmənin hasilinə bərabər kəmiyyət idi da, düzdür? Qüvvə ilə yer dəyişmə. Yəni burada mən bir dənə qab fikirləşsəm ki, qab 1 halından 2 halına gətirilir. Onda yəni burada müəyyən qədər qüvvə görülür və bu qüvvənin təsiri müəyyən qədər belə hündürlük dəyişir da, düzdür? Ona görə də burada görülən işi biz rahatçılıqla yaza bilərik. İndi nə edirik? Bərabərdir. Bax, F var. F burada nədir? Qüvvədir. Qüvvənin yerində mən nə yaza bilərəm? Gəl əvvəlcə belə düşünək də, qüvvənin yerində təzyiq vuraq səthin sahəsi yaza bilərəm. Düzdür? Təzyiq vuraq səthin sahəsi. Vuraq, buradakı S-də mən bilirəm ki, sahə deyil, yer dəyişmədir. Onda hündürlük kimi yazacağam. Çünki burada Porschenin yuxarı aşağı hərəkət eləməsindən söhbət gedir da. Delta H kimi yazıram. Onda o da bərabər olacaq nəyə? Yəni delta H-ı lap istəyirsiniz belə yazaq. H2 çıxaq H1 yazaq. Yəni birinci hündürlük çıxaq ikinci hündürlük. O da bərabərdir. Buradan nə alınır? Bax, P, S-i vururam mötərizənin içinə. SH2 çıxaq SH1. Diqqətlə bax, SH2 nədir? Ya da SH1 nədir? Sahə vuraq hündürlük, yəni həcm. Sahə vuraq hündürlük, yəni həcm. O da bərabərdir. Onda alınır P-yə vuraq V2 çıxaq V1. Yəni, buradan alıram ki, P-yə vuraq delta V şəklində alınır. Onda deməli, termodinamikada iş nəyə bərabər olacaq? P delta V. Bax, bu şəkildə termodinamikada işin də ifadəsini almış oluruq. Burada bir şey yadınızda saxlamalıyıq ki, əgər qaz qızırsa, qazın işi müsbət olur. Xarici qüvvələrin qaz üzərində gördüyü iş isə mənfi olur. Qaz soyuyanda isə qazın işi mənfi olur, xarici qüvvələrin gördüyü iş müsbət olur. Və yaxud da soyumağın əvəzinə sıxılmaq da deyə bilərsən və yaxud da qızmağın əvəzinə genişlənmək də deyə bilərsən. Bunları yadımızda saxlayaq. Daha sonra burada gəlin bir məsələyə baxaq. Bir dənə qeyd kimi götürək. Tutalım ki, V bərabər konstantdır deyirəm. V bərabər konstant, yəni həcm sabitdir da. Bu bizim üçün təbii ki, izoxor prosesi idi. Gəlin bir dənə baxaq. V konstant olanda nə olur? V konstant olanda həcm dəyişmir. Yəni burada A üçün yazıram. A bərabərdir P delta V demişəm axı. O da bərabərdir P delta V-nin V çıxaq V yazıram. V2 çıxaq V1 yazmıram. Çünki həcm dəyişmir axı. Ona görə burada görülən iş 0 olacaq. Yəni izoxor prosesdir. Əgər prosesim izoxordursa, burada iş 0 olacaq. Çünki mənə işdə
həcmin dəyişməsini istəyir. Burada da həcm dəyişmir axı izoxor prosesdə. Ona görə də iş burada 0 olur. Bunu da mütləq yadımızda saxlayaq. Sonra bir dənə də qeyd yadımızda saxlayaq. Baxın, görün iş nəyə bərabərdir? İş təzyiqlə həcmin hasilinə bərabərdir. Biz hasil olan kəmiyyətlər üçün nə demişdik? Yəni, burada belə çıxır ki, əgər məndən təzyiqin həcmdən asılılıq qrafiki versə, burada məsələn, tutalım ki, qrafiki belə verib. Da düzdür, əslində PV-dən düz asılı ola bilməz axı. Burada qrafiki bu şəkildə veribsə, sən buradan bu qrafiki belə çəkirsən, burada nə aldım mən? Fiqur aldım. Onda S fiqur bərabərdir. Düzbucaqlı üçbucaqdır. Yəni, bura V-dir, bura P. Katetmin biri V-dir, biri P. PV bölə 2 alıram. Bu da bizim işimizə bərabərdir. Onda deməli, termodinamikada iş nəyə bərabərdir? Təzyiqin həcmdən asılılıq qrafiklərində grafikin altındakı fiqurun sahəsi elə qiymətcə işə bərabər olur. Bunu da mütləq yadımızda saxlayırıq. Aha, indi istilik miqdarı anlayışından danışırıq. İstilik miqdarı nədir? İstilik miqdarı istilik prosesində sistemin aldığı və ya verdiyi enerjidir. Yəni, məsələn deyirəm, temperatur başqa bir şeydir. Uşaqlar, tutalım ki, bir cismin temperaturu 5 dərəcə Selsi, 10 dərəcə Selsi, bu başqa bir şeydir. Amma bu cismin temperaturu 5-dən 10-a qalxıbsa, 15-dən 20-yə qalxıbsa, 100-dən 200-ə qalxıbsa, burada artıq o nə qədərsə istilik miqdarı alıb, ona görə onun temperaturu dəyişib, daha düzdür. Amma istilik miqdarı təkcə temperatur dəyişməsinin asılı deyil axı. Məsələn deyirəm, bir stəkan suya qaynaması üçün verməli olduğumuz istilik 5 stəkan suya verməli olduğumuz istilikdən daha azdır. Düzdür, məsələn deyirəm, tutalım ki, məktəbə gecikirsən, tələsirsən, amma çay içmək istəyirsən, bir qəfədan suyumu qaynadarsan, yoxsa bir stəkan qəfədan su töküb onu mu qaynadarsan? Əlbəttə deyir ki, az suyu qaynadarsan ki, tez qaynasın. Niyə? Sudur da 100 dərəcədə qaynayır. Amma miqdar azalanda az istilik miqdarı lazımdır. Yəni sənin bir çaynik suyu, bir qəfədan suyu qaynatmaq üçün 15 dəqiqə vaxtın gedəcəksə, bir stəkan suyu qaynatmaq üçün 3 dəqiqə vaxtın gedəcək. Düzdür? Yəni çünki burada bəli sən hər iki halda suyun temperaturunu 100 dərəcəyə qalxızırsan. Çünki su 100 dərəcədə qaynayır. Söz yox. İstəyir bir stəkan, istəyir bir qəfədan. Amma sən bir stəkanı qaynatmaq üçün 100-ə çatmaq daha tez olur. Çünki daha az istilik miqdarı ilə, kütlə az olduğundan daha az istilik miqdarına çatır. Deməli, istilik miqdarı həm də kütlədən də asılı bir kəmiyyətdir. Bir də təbii ki, maddənin növündən asılıdır. Tutalım ki, sən suyun qaynaması üçün 100 dərəcə gözləyirsənsə, süd 70 dərəcədə qaynayır. Yəni, maddənin növündən asılı olaraq da dəyişir. Onda deməli, istilik miqdarı anlayışı 3 xarakteristikadan asılıdır. İstilik miqdarı ümumiyyətlə o deyək ki, Q hərfi ilə işarə olunur və dedik ki, maddənin kütləsindən asılıdır, növündən asılıdır, bir də temperatur dəyişməsindən asılıdır. Onda Q bərabərdir Cm delta T şəklində bir düstur alırıq. Burada Q yenə qeyd etdiyimiz kimi maddəyə verməli olduğumuz istilik miqdarıdır. C xüsusi istilik tutumudur, maddənin növündən asılıdır, çaşdırmırıq özümüzü. M maddənin kütləsidir, delta T isə temperatur dəyişməsidir. Yəni sən bunu hansı temperaturdan hansı temperatura qalxızmaq istəyirsən və yaxud da indirmək istəyirsən, bu onu ölçən bir xüsusiyyətdir. İndi biz əvvəlki dərslərimizdən bildik ki, Selsi dəyişməsi elə Kelvin dəyişməsinə bərabərdir. Ona görə düsturumuzu təbii ki, Q bərabərdir Cm delta Kelvin də böyük T şəklində də yaza bilərik. Yəni burada da təbii ki, heç bir problem yoxdur. Bunu bu şəkildə onsuz da əvvəldən dəyişmənin bərabər olduğunu bildik əvvəlki dərsimizdən. İndi daha sonra burada biz nəyə baxaq? Xüsusi istilik tutumu anlayışımız var idi. Xüsusi istilik tutumu balaca C hərfi ilə işarə olunur qeyd etdiyimiz kimi və burada nəyə bərabərdir? Q bölək M delta T şəklində olur. Buradan gəlin vahidi tapaq. Vahid nədir? Bərabərdir. İstilik miqdarı baxın enerjidir. Ha, unutmayın. Enerjidir. Cismin aldığı və ya verdiyi enerjidir. Mübadilə zamanı. Burada Q-nün yerinə joule yazıram, M kiloqram kütlədir, T də təbii ki, beynəlxalq dilində Kelvindir. Deməli, 1 joule bölə kiloqram vuraq Kelvində xüsusi istilik tutumunun vahididir. Onda xüsusi istilik tutumu nədir? 1 kiloqram maddənin temperaturunu 1 Kelvin dəyişmək üçün lazım olan təbii ki, istilik miqdarıdır. Və bir şeyi mütləq yadımızda saxlayaq ki, bu istilik tutumu anlayışımız, yəni balaca C, nə Q-dən, nə M-dən, nə bilim delta T-dən asılı deyil. Çünki bu nədir? Bu maddənin növündən asılıdır. Sənin maddən nədir? Necədir? Ondan asılıdır. Bunu yəni yadımızda mütləq saxlayaq. Amma indi bir dənə də anlayışımız var ki, istilik tutumu anlayışı var. Bax, bu xüsusi istilik tutumudur. Ha, çaşdırmayaq. Bir də var istilik tutumu anlayışı. İstilik tutumu odur ki, maddən nə qədər istilik tutacaq. Baxın, bu C 1 kiloqram üçündür. Məsələn, tutalım ki, suyun
xüsusi istilik tutumu 4200-dür. Yəni burada 1 kiloqram suyun 1 Kelvin sən temperaturunu dəyişmək istəyirsənsə, ona 4200 joule enerji verməlisən. Bəs indi mənim əlimdə birdən 5 kiloqram su varsa, onda təbii ki 5 kiloqramı vuracaqsan 4200-ə də. Bunun 1 kiloqramı üçün 4200-də, 5 kiloqramı da 5-ə vurmalısan. Onda istilik tutumu böyük S hərfi ilə işarə olunur və kiçik S vuraq M-ə bərabərdir düsturumuz. Əsas düsturumuz bax olur bu şəkildə. Böyük S ilə kiçik S-ni bir-birinə qarışdırmayaq, aləmi qatmayaq bir-birinə. Bərabərdir. Buradan da kiçik S-nin yerinə mən Q bölək M delta T yazsam, vuraq M də öz yerində. Burada M-lər ixtisar gedir və ikinci bir düsturumuz alınır. Q bölək delta T. Bu da olur mənim ikinci düsturum. Yəni bu iki düstur olur istilik tutumunun ifadələri. Bax, xüsusi istilik tutumu tamamilə başqa şeydir. İstilik tutumu tamamilə başqa şeydir. Aləmi bir-birinə qatmırıq. Burada istilik tutumu, yəni böyük S kütlədən düz asılıdır. Baxın belə. Yəni birdən deyərsiniz ki, ay müəllimə burada asılı olmamışdı. Bu kiçik S idi. Bu xüsusi istilik tutumudur. Xüsusi istilik tutumu. Bu isə istilik tutumudur. Ümumiyyətlə, qarşısında xüsusi olan heç biri heç nədən asılı olmayacaq. Bu da yadımızda saxlayaq. İndi, bəs xüsusi istilik tutumunun vahidin bildik ki, budur. Bəs istilik tutumunun vahidi nə olacaq? Baxaq da düsturumuza. İstilik tutumu nəyə bərabərdir? Q bölək delta T-dir da, düzdür? Q bölək delta T. O da bərabərdir 1 joule bölək Kelvin. Baxın, vahidlər də tamam başqadır, tamam ayrı-ayrı ki, kəmiyyətli aləmi qatmırıq bir-birinə. Bu da olur mənim istilik tutumu anlayışım. Bu da belə. Sonra var bizdə nə? Yanacağın yanma istiliyi. O haqqında da danışaq. Yanacağın yanma istiliyi necə bir şeydir? Yanacaq yananda ətrafa nə qədər istilik verir? Ətrafa nə qədər enerji verir? Ondan ibarətdir. İndi yanacaq ətrafa nə qədər enerji verir? Məsələn, tutalım ki, Novruz bayramında tonqal qalmaq istəyirsən. Gedib 2 dənə odun gətirərsən, yoxsa gedib çoxlu bir kamaz odun gətirərsən ki, yaxşı ocaq yansın. Təbii ki, çox odun gətirərsən, nə düzdür? Deməli, burada nədən söhbət gedir? Kütlədən söhbət gedir. Deməli, əgər sən yanacağın yanında daha çox istiliyin ayrılmağını, daha çox Q-nun ayrılmağını istəyirsənsə, onda daha çox kütlə gətirməlisən. Deməli, kütlədən düz asılıdır. Bir də maddənin növündən asılıdır da, odunla torf eyni yanmır. Nə bilim, benzin tamam başqa cür yanır. Hər yanacağın özünün yanma xüsusiyyəti var da, yanma istiliyi var. Ona görə də belə çıxır ki, yanacağın yanma istiliyi həm maddənin növündən asılıdır, həm də kütləsindən. Onda yanacağın yanma istiliyində təbii ki, böyük Q hərfi ilə işarə edəcəm. Fərqi yoxdur da, istilik miqdarda. Bərabər olacaq nəyə? Kiçik Q vuraq M. Burada deməli, böyük Q olacaq yanacağın yanma istiliyi, kiçik Q xüsusi yanma istiliyidir. M də maddənin kütləsidir. Bax, yenə də unutmayaq. Buradan mən xüsusi yanma istiliyini tapsam, buradan alıram ki, Q bərabərdir nəyə? Böyük Q bölək M-ə. Yəni, buradan da mən görürəm ki, nə alıram? 1 joule bölək kiloqram alıram. Bu da olur xüsusi yanma istiliyin ifadəsi. Amma unutmuruq ki, yenə nə deyirəm? Xüsusi yanma istiliyi. Elə bir torf başqa cür yanır, odun başqa cür. Bunun heç nəyə adiyyəti yoxdur. Bu maddənin növüdür. Yəni, bu kütlə zədə artırmaqla bu dəyişməz. Torfun 1 kiloqramı nə qədər yanırsa, o elə onun öz qiymətidir. Yəni, o heç nədən asılı olaraq dəyişməz. Ona görə də bu xüsusi yanma istiliyini bu şəkildə nəzərimizdə saxlayırıq. Onda xüsusi yanma istiliyi nədir? 1 kiloqram maddəni tam yandırmaq üçün nə qədər enerji lazımdır, nə qədər kül lazımdır? O bizim üçün xüsusi yanma istiliyi anlayışını ifadə edəcək. Bu da olur yanacağın yanma istiliyi. Bir də indi var bizdə istilik balansı tənliyi. İstilik balansı tənliyi nədir? Ümumiyyətlə belə bir söhbət var ki, məsələn, biz nə demişdik? Biz əvvəlki dərslərimizdə demişdik ki, tutalım ki, sən soyuq su ilə isti suyu qarışdırırsan, düzdür? Bu avtomatik burada soyuqla istini qarışdıranda isti öz enerjisini bir hissəsini soyuğa verir, düzdür? Əgər sistem istilikdən təcrid olunubsa, yəni ətrafla heç bir istilik mübadiləsi yoxsa, burada proses bilirsiniz necə gedir? Tutalım ki, isti cisim 5 joule enerji verdi. Soyuq da 5 joule enerji alır. Yəni burada heç bir itki yoxdur. Məsələn, tutalım sən gedib çöldə soyuq havada eləsən, istinin verdiyi 5 joule-un hamısı gedib soyuğa çatmayacaq. Çünki orada havanın da təsiri var və s. Bu başqa məsələdir. Amma istilikdən təcrid olunmuş sistemdə olanda, yəni qapalı sistemdə biz deyirik ki, istilikdən təcrid olunan sistemdə və ya qapalı sistemdə nə olacaq? Sistemdən
cismin aldığı istilik miqdarı cismin verdiyi istilik miqdarına bərabər olacaq və onların cəbri cəmli 0 olacaq da. Məsələn, tutalım ki, isti cisim 5 joule enerji verirsə, soyuq cisim də mənfi 5 joule almış olur və slab toplananda cəbri cəm 0 eləmiş olur. Yaxşımı? Yəni burada deyirik ki, qapalı sistem istilikdən təcrid olunmuş, yəni ətrafla istilik mübadiləsi olmayan sistemdir və həmin bu qapalı sistemdə əmələ gətirən cisimlərin aldıqları istilik miqdarlarının cəbri cəmi 0-a bərabərdir. Yəni Q1 üstü Q2 üstü Qn bərabərdir 0. Yəni bu şəkildə cəbri cəmi 0 qəbul edirsən. Çünki burada məsələn tutalım, biri 5 alırsa, o biri mənfi 5 almış olur da, düzdür? Çünki biri soyuqdur, biri istidir axı. Ona görə də cəbri cəm olur 0. Yəni bu olur qapalı sistemdə istiliyin saxlanması tənliyib. İndi burada belə bir nüans var. Buna görə biz nə edə bilərik? Tutalım ki, burada bir neçə hallar var. O halları istəyirəm nəzərdən keçirək. İndi onları biraz ayrı yazaq. Bunu hələlik qeyd edək. Onu onda ayrı yazaq. Məsələn, tutalım ki, mənim 2 dənə qabım var. Düzdür? 2 dənə qabım var. Bu qablarda müxtəlif miqdarlarda su var və müxtəlif miqdarlarda belə deyək də, maddələr var. Tutalım ki, bunun kütləsi M1-dir, bunun kütləsi M2-dir, bunun temperaturu T1-dir, bunun temperaturu T2-dir, düzdür? Amma bu da S-dir. Bu da S-dir. Yəni tutalım ki, ikisi də sudur da, bu da sudur, bu da sudur. İkisi də sudur, eyni maddədir. Burada nə baş verəcək? İndi sən tutalım ki, bunları qarışdırmısan və belə bir temperatur alırsan da. Tutalım ki, bu isti sudur, isti su. Bu da olsun soyuq su. İndi sən bunları qarışdırıb ilıq su alacaqsan, düzdür? İndi məndən bunun temperaturunu soruşanda, mən temperaturları bəzi şeylər deməli toplayaq bölək də olmaz. Burada çünki sən bunları qarışdıranda burada nə olacaq? Ümumi kütləm nə qədər olacaq? Ümumi kütləm bax dəyişəcək. Burada ümumi kütlə olacaq M1 üstə M2. Çünki həm o gəldi, həm bu gəldi. Bəs temperaturum nə olacaq? Delta T. Onu bilmirəm. Tauru bilmirəm. Onu taurla işarə edəcəm. Temperaturu bilmirəm. S-də ki, yenə S-də də suyun nə fərqi var ki? Su 4200-dür. Fərqi yoxdur. İndi burada mən necə tapacağam? Buranın öz Q-si var. Buna Q1 deyəcəm. Buranın öz Q-si var. Buna Q2. Bunun da öz Q-si var. İndi burada Q onda nəyə bərabər olacaq? Q bərabər olacaq. Təbii ki, Q1 ilə Q2-nin cəminə də, istilik miqdarlarının cəminə. Q-nin yerinə nə yazacağım? Sm delta T. S. M-in yerinə M1 üstə M2 yazıram. Temperaturu bilmirəm nə qədər olacaq. Taur. Bərabərdir. Q1-in yerinə yazıram S. M1 T1 üstə gələk S M2 T2. Düzdürmü? O da bərabərdir. S buradan çıxır mötərizə xaricinə M1 T1 üstə M2 T2 qalır. Burada da bunlar S-lər bərabərliyin hər tərəfindən ixtisar gedəndə onda nə qalır? Tauru birbaşa alaq. Taur bərabərdir M1 T1 üstə gələk M2 T2 bölək M1 üstə gələk M2. Bax, bu da olur bizim qarışığın temperaturu. Bunlar məsələ şəklində düşür. Əslində bu düsturu əzbərləsəz kifayətdir. Sadəcə mən hardan alındığını da istədim ki, biləsiniz. Qarışığın temperaturudur. Burada amma şərt nədir? Eyni növ maddələri qarışdırarkən qarışığın temperaturu. Çünki görürsən ki, burada məsələn deyirəm, suyu kerəsinə qatmamışam. Suyu suya qarışdırmışam. Eyni növ maddələri qarışdıranda qarışığın temperaturu budur. Gəlin indi fərz edək ki, eyni növ, belə deyək də, eyni kütləli maddələri qarışdırıram. Görək onda nə olur? Eyni növ maddələri qarışdıram deyə hər ikisində yenə sudur, amma bu səfər kütlələr də eynidir. Yəni, bu da M-dir, bu da M-dir. Fərqi, məsələn, bu da 2 litrdirsə, bu da 2 litrdir, bu 2 kiloqramdırsa, bu da 2 kiloqramdır və burada da onda kütləm 2M olacaq da, söz yox. Yenə də yazıram, ümumi Q, yəni axırda qarışığın Q-sü, istilik miqdarı bərabərdir, istilik miqdarlarının cəminə də, istilik balans tənliyinə görə. Onda Q-nun yerinə nə yazacağım? S, M-in yerinə 2M, taur. Teta, daha doğrusu üzr istəyirəm. Taur dedim mən deyəsəm bir yaxda teta. Q1-in yerində yazıram Sm T1 üstə gələk Q2-nin yerinə yazıram Sm T2. Buradan Sm mötərizə xaricinə çıxanda T1 üstə gələk T2 qalır. Onda buradan M'lər hər tərəfdən ixtisar gedəndə onda biz tetanı necə alırıq? T1 üstə gələk T2 bölək 2. Bəli, deməli onda qarışığın temperaturunu nə vaxt ədədi orta ilə tapacağam? Nə vaxt ki
kütlələr də eyni olacaq, maddə də eyni maddə olacaq. Onda bəli, qarışığın temperaturu bu şəkildə tapılacaq. Onda burada qarışığın temperaturu nə olur? Necə olur? Eyni növ və eyni kütləli maddələri qarışdırdıqda. İndi üçüncü halda baxa bilərik. Söz yox, o çox vaxt düşmür, amma yenə də üçüncü halda da məsələn mən düşünsəm ki, burada maddələrimin kütlələri də müxtəlifdir, hətta başqa-başqa maddələrdir. Məsələn, tutalım ki, su ilə kerosini qarışdırıram. Tamam ayrı maddələrdir da, başqa-başqa maddələrdir. Məsələn, lap buna yazaq maddə 1, buna yazaq maddə 2. Yəni ayrı-ayrı maddələrdir daha. Bunları qarışdıranda nə baş verəcək? Bəs burada qarışığın temperaturu əlbəttə ki, yenə də mən nə edəcəm? Yenə də ümumi istilik miqdarı istəyir başqa-başqa maddə olsun, istəyir eyni maddə olsun, fərqi yoxdur. Ümumi istilik miqdarı istilik miqdarlarının cəminə bərabər olacaq. Burada yenə ümumi kütləm nə olacaq? Ümumi kütləm M1 + M2 olacaq. M2. Amma C də bu səfər təbii ki, C1 + C2 olacaq da. Yəni fərqli-fərqli maddələrdən söhbət gedir axı. Əsas necə deyək, ümumi bilmək lazımdır. Bu hissəni bilmək lazımdır. Ümumi isə bizim üçün kifayətdir. Bu da müxtəlif növ mayeləri qarışdırdıqdadır.